Deyirəm maşallah. Bu Masazırın da probkası əlbəttə qurtarmadı da ümumiyyətlə. Nə ki Seyhun bəy, Masazırın Bakının bir çox rayonlarında, yerlərində probka həddən çoxdur. Yəni sırf velosiped sürmək üçün probkanı deyirsinizsə, velosiped sırf probka üçün nəzərdə tutula da bilər, tutulmaya da bilər, amma velosiped əsasən sağlamlıqdır. Bizim bəzi müştərilərimiz var ki, demək olar ki 60-70%-i sırf idman üçün, sağlamlıq üçün, necə deyim, arıqlamaq üçün. Bəli, arıqlamaq üçün. Mənim özümlə biraz kilom var, indi inşallah planlaşdırırıq, sürüb başlayaq inşallah Allah qoysa. Üstə ki, velosipeddən fərq var. Məsələn, velosiped var ki, sürürsən adamı yorur. Şəxsən bu velosipedlər yormur. Rus modellərdir, keyfiyyəti öz yerindədir. Bir də Əli bəy, bəzi müştərilərimiz soruşur ki, yəni elə bir ki, deyirlər ancaq filial Masazırda yerilir, fərqli yerlərdə varmı filialınız? İndi inşallah Masazırda 2 filialımız var. Sağlıq olsun, şəhərdə də filial açmağa yaxınıq, mərkəzdə olacaq. Hələ ki adını demirəm, indi inşallah yaxın günlərdə açılış olandan inşallah hər kəs dəvət edəcək, hər kəs dəvətli olacaq Allah qoysa. Orada daha fərqli modellərimiz olacaq, daha keyfiyyətlidir. Zaten Masazırda da filialımız olacaq, şəhərdə də öz yerində olacaq Allahın izni ilə. Necə deyirlər? Tank kimi velosiped. Mən də sizi gözləyirəm inşallah. Seyhun bəylə birlikdə azmal-aza yaxınlaşa da bilərsiniz, onlayn da ola bilər, zəng edə bilərsiniz, mesaj da yaza bilərsiniz. Əsası odur ki, velosipedi bizdən alın, razı qalın. Gününüz uğurlu olsun. Sağ olun.